Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Mən Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisasının 1-ci kurs tələbəsi Nurtac İsmailova. Tələbə imzası rubrikasında xoş gördük hər birinizi. Biz informasiya cəmiyyətində yaşayırıq. İnformasiya cəmiyyəti biliyin istehsalı, saxlanılması, emalı və ötürülməsi ilə məşğul olan cəmiyyətdir. İnformasiya aldığımız mənbələrdən biri də kompüterdir. Kompüter elmlərini bizə öyrədən isə kompüter mühəndisliyi ixtisasıdır. Kompüter mühəndisliyi, elektrik mühəndisliyi və kompüter elmlərinin müxtəlif sahələrini özündə cəmləyən elm sahəsidir. Bugün biz Naxçıvan Dövlət Universitetinin kompüter mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Nadir Hacıyevlə həmsöhbət olacaq. Xoş gəldin Nadir, salamlayıram səni. Salamlar, vaxtınız xeyir olsun. Əziz izləyicilər, Nadir haqqında digər məlumatları özündən dinləyək. Nadir, ilk sualımı ünvanlamaq istəyirəm. Nə üçün kompüter mühəndisliyi ixtisasını seçdin? IT sahəsi kompüter mühəndisliyi ixtisası mənim maraqlarımda olan bir ixtisaslardan biri idi, əvvəlki dövrdən bəri. IT sahəsi günümüzdə də trend olan sahələrdən biri olaraq davam edir ki, bu da öz qloballığını saxlayır dünya üzərində. Mən də Naxçıvan Dövlət Universitetinin kompüter mühəndisliyi ixtisasını 2022-ci ildə qəbul imtahanlarından 612 bal toplayaraq özüm seçmişəm ki, bu sahə mənim əvvəldən də marağımda olmuşdu. Belə desək, günümüzdə IT sahəsi həyatımızın bütün sahələrini inteqrasiya edib özünü və IT infrastrukturunun idarə olunması, onların rəhbərlik edilməsi mənim marağımdaydı ki, bu da mənim kompüter mühəndisliyi ixtisasını seçməyim, bu elmə yiyələnməyimə səbəb olmuşdur. Nadir, mənim maraqlıdır. Niyə Naxçıvan Dövlət Universitetini seçdin? 11-ci sinifdə qəbul imtahanlarına hazırlaşdığım dövrdə yüksək bal topladığıma görə Naxçıvan Dövlət Universiteti ilə 2 dəfə tanışlıq üçün burada olmuşam və həmin burada olduğum müddətdə də Naxçıvan Dövlət Universitetinin bu ixtisas üçün yaratdığı şərait və tələbələrə olan qayğısı mənim diqqətimi çəkmişdi ki, bu da Naxçıvan Dövlət Universitetini seçim edərkən mənim böyük köməklik oldu. Kompüter mühəndisliyi sahəsi də Naxçıvan Dövlət Universitetində burada yaradılan şərait, STEAM kabinələridir, kompüter otaqlarıdır. Bunlar mənim belə desək, marağım dairəmə aid olmuşdu və bu da Naxçıvan Dövlət Universitetini seçim etməyimə kömək oldu. Nadir, mən bilirəm ki, sən uğurlu tələbəsən. Sən də seçməyimizin səbəbi elə budur. Mən istəyərdim ki, sən 3 il ərzində əldə etdiyin uğurlardan bizə danışasan. Universitetə yüksək balla daxil olduqdan sonra mən düşündüm ki, bir tələbə olaraq da öz töhfəmi verməliyəm universitetə və özümü inkişaf elətdirməliyəm. İlk olaraq belə desək, 1-ci kursda mən komandamızla birlikdə, elə məhz fakültə daxilində, universitetdə çox növsülük uğrunda intellektual yarışda biz 1-ci yeri tutduq. Qatılma medalını da öz əksini tapır. Həmçinin fakültəmizə orada 1-cilik qazanmağımızla bağlı kubokumuzu da gətirdik. Daha sonra 2-ci kursdan başlayaraq mən fakültə üzrə tələbə elmi cəmiyyətinin sədri olaraq seçildim və artıq bir ildir ki, tələbə elmi cəmiyyətinin fakültə üzrə sədri olaraq fəaliyyət göstərirəm. 2-ci kursda əlavə olaraq isə Naxçıvan Dövlət Universitetinin təsis etdiyi Heydər Əliyev təqaüdünə layiq görüldüm. Həm təhsildə göstərdiyim yüksək nailiyyətlərə və həmçinin universitet daxili fəaliyyətimə görə bu təqaüd mənə layiq görüldü. Daha sonra isə Heydər Əliyev təqaüdünə əlavə olaraq Lütfüzadə, Professor Lütfüzadə adına tələbə təqaüdünə layiq görüldüm. Hal-hazırda da Lütfüzadə adına tələbə təqaüdünə layiq görülmüş və almaqda davam edirəm. 2-ci kursda olduğum müddətdə Teknes təqaüd proqramının qalibi oldum və daha sonra Bakıda yerləşən Start IT təlim mərkəzinin helpdesk kurslarında iştirak etdim. 3 ay ərzində kurslarda iştirak etdikdən sonra isə bildiyimiz kimi beynəlxalq Cisco şirkətinin imtahanlarında iştirak edib IT Essential adında beynəlxalq sertifikat əldə etdim. Daha sonra bu sahədə Naxçıvan Dövlət Universitetinin IBM şirkəti ilə əməkdaşlıq imzalamasından sonra da biz Memarlıq Mühəndisliyi Fakültəsinin tələbələrinə şərait yaradıldı ki, IBM şirkəti tərəfindən verilən kurslara biz artıq pulsuz şəkildə əldə elədik və onların üzərində öyrənməyə başladıq. Daha sonrasında isə Information Technology Fundamental, yəni informasiya texnologiyalarının fundament əsasları adlı sertifikatı əldə etdim. Daha sonra isə bir neçə ay bundan əvvəl sistem administratorluğu və şəbəkə inzibatçılığı sahəsində Easy Solution Technologies təlim mərkəzi tərəfindən kurslarda iştirak etdim və daha sonra yüksək nəticə ilə həmin kursu da başa vurduqdan sonra sistem administratorluğu və şəbəkə inzibatçılığı sahəsində sertifikat əldə etdim. STEAM kabinəsində biz burada daimi olaraq sərbəst işlərimiz üçün layihələr hazırlamaqda davam edirik və burada komandalar şəklində həm işləməyi, həm də belə desək, kompüter mühəndisliyi sahəsində mikrosxemlərlə, cihazlarla işləmək bizim üçün təcrübə olur.
Nadir, kifayət qədər uğurların var. Mən istərdim ki, sən bizə könüllü fəaliyyətində haqqında danışasan. Könüllü fəaliyyətlərimə nəzər salsaq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 3 ay ərzində könüllü gömrükçü kimi fəaliyyət göstərmişəm və orada da həmçinin rəqəmsal inzibatçılıq, yəni belə desək, informasiya kommunikasiya texnologiyaları şöbəsində 3 ay ərzində fəaliyyət göstərmişəm. Bu da məhz ixtisasımla əlaqəlidir. Müəllimlərin dərs keçirmə metodları interaktiv şəkildə həyata keçirilir ki, bunlara müəllimlərin təqdimat şəklində bizə dərsləri keçməsidir. Və bunun sayəsində də dərslər daha belə interaktiv şəkildə keçirilir. Əlavə olaraq bizim proqramlaşdırma dərslərimiz və başqaları kompüter otaqlarında keçirilir ki, bu da bizim həm mühazirədə, həm də seminarda praktiki olaraq kompüterlər üzərində proqramlaşdırma bacarıqlarımızı inkişaf elətdirməyimizə səbəb olur. Praktiki işlərimizi isə fakültəmizin daxilində yerləşən STEM kabinəsində edirik ki, bu da bizim həm təcrübə olaraq bacarıqlar qazanmamız vacibdir ki, bunları da həm müəllimlər başçılıq edir bizim öyrənməyimiz üçün, həm də əlavə olaraq qrup yoldaşlarımızla birlikdə burada fərqli şəkildə də biz öyrənməyimizə davam edirik. Nadir, bəs gələcəklə bağlı planların nədir? Gələcəkdə özünü harda görürsən? Fikrim bu yöndədir ki, məhz kompüter mühəndisliyi ixtisası üzrə oxuyuram və bu ixtisası istəyərək seçdiyim üçün bu sahədə də özümü daimi olaraq formalaşdırır və IT sahəsində də özümü daimi olaraq inkişaf elətdirməklə gələcəkdə də bir IT mütəxəssis kimi fəaliyyət göstərməyi, bu sahədə daha da irəli getməyi özümə hədəf olaraq qoymuşam. Nadir, çox xoş oldu səni dinləmək. Gələcəkdə sənə uğurlar və bol şans arzulayıram. Çox sağ olun. Belə hörmətli izləyicilər, bu günlük bu qədər. Tələbə imzası rubrikası sona çatdı. Gəlin görüşlər edək. Sağ olun, salamat qalın.